İnşallah bugün ixlasın vacibliyi haqqında və onun səbəbləri haqqında olacaq. Və müsəlmana vacib olan mühüm işlərdən biri də öz nəfsinə qarşı vuruşması və an yuhafizə aleyhə kəhifazı alə həyatihi və təhqiqul ixlas. Yəni, insan həyatını mühafizə etdiyi kimi nəfsinə qarşı vuruşaraq ixlası gerçəkləşdirməyə çalışmalı əməllərində, danışığında. Çünki ixlas əməllərin qəbul olma dayağı sayılır. Yəni, Allah Teala ixlas olmayan əməli qəbul etmir. Əgər insan əməlində ixlaslı olmasa və Allah qatında savab gözləməsə, ümid bəsləməsə, ondan qəbul olmur. Və təhqiqul ixlas bi təvhidin niyyəti lillahi subhanəh. Və ixlası da gerçəkləşdirmək, niyyəti xalis Allah üçün etməklə olur və müsəlman əməl edir və bununla savabı Allahdan gözləyir, mükafatı Allahdan gözləyir və Allahı razı salmaq məqsədi ilə yerinə yetirir və bu etdiyi əməllə Allahı və axirət diyarını istəyir və istəyir ki, bununla Allahın cənnətinə nail olsun, onun razılığını qazansın. Əgər bir insan əməllərini etdiyi zaman məqsədi bu olarsa, artıq ixlası gerçəkləşdirmiş sayılır və kimin niyyəti korlanarsa və etdiyi əməllə məqsədi dünya olarsa və insanlar tərəfindən təriflənməyi istəyərsə, artıq o insan riyaya düşmüş sayılır və onun əməli batil olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Qal ya Rasulullah və məhu və deyirlər ki, ya Rasulullah, o nədir? Deyir ki, riyadır. Və digər rəvayətdə isə Allah Teala qiyamət günü riyakarlıq edənlərə deyəcəkdir ki, İzhəbu iləllədinə kuntum turaunə fid-dünya. Gedin o kəslərin yanına ki, dünyada ikən onlar görsün deyə əməl edirdiniz. Fanzuru həl təcidu indəhum cəzə. Baxın, onların yanında bir mükafat tapırsınızmı? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Buxari Müslimdə keçən hədisdə Cundub ibn Abdilləhdən və həmçinin Səhih Müslimdə İbn Abbas radiyallahu anhumədən gəlir. Deyir ki, mən səmmə Allahu bihi və mən yura illahu bihi. Yəni, kim eşitdirmək üçün əməl edərsə, Allah Teala onu eşitdirər və kim göstərmək üçün əməl edərsə, Allah Teala onu göstərər. Bu nə deməkdir? Yəni, bir insan əməl edir ki, insanlar eşitsin deyə. Yəni, məqsədi insanların onu ixlaslı, abid bir insan kimi tanısın deyə eşitdirir və yaxud da əməlini gözəlləşdirir. Amma Allah Teala insanlara eşitdirər və göstərər ki, o insan ixlaslı deyil, insan riyakardır. Və kim ixlasını qorumazsa, niyyəti qarışarsa, yəni insanların tərifini gözləyərsə, etdiyi əməllərini görə və yaxud da məqsədi dünya olarsa, artıq o insan şirkə düşmüş olur. Və Allah Teala buyurur, Mən kənə yuridul həyətəd dünya və zinətəhə. Kim dünya həyatını və dünyanın bərbəzəyini istəyərsə, Nuvaffi iləyhim a'maləhum fiyhə və hum fiyhə la yubxasun. Yəni, biz onlara əməllərini tam şəkildə verər dünyada ikən, yəni onlara heç bir əskiklik edilməz, azaldılmaz. Ulaikəllədinə leysə ləhum fil axirəti illən-nar. Onların axirətdəki payı cəhənnəm odudur. Və habita mə sana'u fiyhə. Onların dünyada etdiyi əməllər boşa çıxmış və batilu mə kənu ya'malun və onların etdikləri isə batildir. Səhih Müslimdə keçən hədisdə Əbu Hureyra radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala belə buyurur, Ənə əğnə şürakə anişşirk. Mən şəriklərin şirkə ehtiyacı olmayanıyam. Mən amilə amələn əşrəkə fihi mə'i qeyri təraktu və şirkə. Kim bir əməl edərsə, o əməldə başqasını mənə şərik qoşarsa, onu şərik qoşduğu ilə tək başına buraxaram. Yəni, ona əməli ona geri qaytarırlar. Və qadimnə ilə mə amilu min əməl fəcəalnəhu həbəən mənthura. Onların etdiyi əməlləri qiyamət günü gətirər və onu havada uçan toza döndərərik. Yəni, qiyamət günü insan gələcək və görəcəkdir ki, əməlləri həbəən mənthura. Həbə ərəb dilində
Yəni o tozdur ki, belə gözlə görsənmir. Yəni günəşdən, yəni pəncərədən şüşə işıq düşdüyü zaman və ya da günəşin şüası düşdüyü zaman günəşin şüasında görünən o toza həbə deyilir. Yəni Allah Teala o əməlləri ona çevirər. Yəni nəyə görə? Allah üçün olmadığına görə, ixlaslı olmadığına görə, Allah qorusun. Yəni əməlləri insanların tərifi üçün olmuşdur. Və buna görə də ən böyük ehtiyacı olan gündə əməlləri ona xəyanət etmişdir. Və buna görə Allah Teala onların əməllərini havada uçan toza döndərəcəkdir. Həl ətəkə hədithul ğaşiyə, vucuhun yevmə idin xaşiyə. Sənə qiyamətin xəbəri gəlib çatdı mı? O gün üzlər qorxu içərisində olacaqdır. Ey fi nazarin nəs murainə linnəs. Yəni, insanların nəzərində, insanlar üçün əməl edənlər, vucuhun yevmə idin amilatun nasibə. Yəni, yorucu əməl edir, tasləni aran həmiyə və yanar oda girəcəkdir. Yəni, insan əməl edir, yorucu əməl edir, o qədər əməllər, amma cənnəti qazanmır. Nəyə görə? Allah üçün olmadığına görə. Abu Hureyre radiyallahu anh'dan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Avval mən yuqda aleyhi yevməl qiyam raculun ustuşhid. Qiyamət günü ilk hökm verilən kimsə, şəhid edilən kimsə olacaqdır. Fəutiyə bihi fəarrafəhu ni'aməhu fəarrafə. Və o gətiriləcək, Allah Teala nemətlərini ona tanıtdıracaq və tanıyacaqdır, nemətləri biləcək. Və Allah Teala deyəcəkdir ki, sən buna qarşı nə etdin? Və deyəcəkdir ki, qatəltu fikə həttə ustuşhid. Mən sənin yolunda vuruşdum, nəhayət şəhid oldum, şəhid düşdüm və ona deyiləcəkdir, kədəbt, yalan deyirsən. Və ləkinnəkə qatəlt, lakin sən vuruşdun, filan kəs cürətlidir, şücaətlidir, qorxmazdır, deyilsin deyə artıq deyildi. Məqsədin o idi, artıq məqsədinə çatdın. Thumma yu'maru bihi feyushabu ala vecihi ilan nar, cəhənnəm. Sonra əmr olunacaq və üzü üstüyə, üzü qoyulu cəhənnəmə atılacaqdır. Və başqa bir kişi gətiriləcəkdir. Vanzuru ilə hədil əməl əl-cəliyyə. Baxın, deyir, bu, onların etdiyi əməllər necə böyük əməllərdir. Allah yolunda vuruşmaq. Və ləkin ləmmə kənət min əclin nəs, lakin bu əməllər insanlar üçün olduğuna görə və insan üçün bir bəlaya çevrilir. Və başqası gətiriləcək alim, Quran oxuyan və Allah Teala ona nemətləri tanıtdıracaq, bildirəcək və o da tanıyacaqdır, biləcəkdir və ona deyiləcəkdir ki, sən bu nemətlərə qarşı nə etdin? Deyəcəkdir ki, sənin yolunda elm öyrəndim və onu başqasına öyrətdim, yəni sənin yolunda öyrətdim və həmçinin sənin yolunda Quran oxudum, sənin üçün Quran oxudum və deyiləcəkdir, yalan deyirsən. Lakin sən öyrəndin ki, sənə alim deyilsin, hafiz deyilsin, qari deyilsin, artıq deyildi. Sonra əmr olunacaq, üzü qoyulu cəhənnəmə atılacaqdır. Allah qorusun. Və üçüncü kişi isə Allah Teala'nın mal-dövlət verdiyi kimsədir. Fəyutə bihi yevməl qiyamə. Və qiyamət günü o da gətiriləcəkdir. Və Allah Teala ona nemətlərini tanıtdıracaq, xəbər verəcək və o da tanıyacaq, etiraf edəcəkdir. Və ona deyəcəkdir, bu nemətlərə qarşı sən nə etdin? Və deyəcəkdir ki, sənin sevdiyin elə bir yol olmadı ki, o yolda sənin üçün xərcləməyin. Və deyiləcəkdir, yalan deyilsən. Sən xərclədin ki, sənə cömərd deyilsin, səxavətli, əli açıq. Artıq deyildi. Sonra əmr olunacaq və üzü qoyulu cəhənnəmə atılacaqdır. Allah qorusun. Və ona görə insan ixlas üçün çalışmalıdır. Əgər ixlaslı deyilsənsə, özünü yorma. İnsan əgər bu əzəmətli dayağı itirərsə, əməllər insanın başına bir bəla olur. Və buna görə insan əməllərində ixlaslı olmağa çalışmalıdır. Necə ki, Allah Teala əmr edir, Qulillah, ə'budu muxlisan ləhuddin. De ki, dinimi yalnız Allaha aid edərək ibadət edirəm. Ələ lillahi dinul xalis. Bilin və agah olun ki, xalis din, təmiz din Allaha aiddir. Və mə umiru illə liya'budullah muxlisin lehuddin. Onlara əmr olmuşdur ki, dini yalnız Allaha aid edərək ibadət etsinlər. Allah Teala'nın dini onu ixlasla ayaqda saxlamaqla olur. Tövhidi, namazları, zəkatı
hamısını ixlasla, təmiz şəkildə yerinə yetirməklə olur. Və buna görə də insan həzər etməli, çəkinməlidir ki, şeytan onun niyyətinə başqa şeyləri daxil etməsin. Namazında, zikr etdiyi zaman, sədəqə verdiyi zaman, xərclədiyi zaman, elm öyrəndiyi zaman, elm öyrətdiyi zaman, məscid tikdiyi zaman və digər xeyirxah işlərdə. Və ona görə bu insandan tələb edir ki, davamlı şəkildə nəfsinə qarşı vuruşmalıdır. Yəni bir dəfə, iki dəfə yox. Niyə görə? Çünki niyyət dəyişir. Niyyət hər dəfə dəyişir. Sufyan Sövri rahimehullah deyərdi ki, "Mə ələctu şeyən əşəddə aleyyə min niyyəti." Mənə niyyətimdən, yəni müalicə etdiyim işlər içərisində ən ağır olan, ən çətin olan niyyətim oldu. Nə üçün? Hər dəfə düzəldirəm, çevrilir. Düzəldirəm, çevrilir. Əziyyət çəkib düzəldirəm, yenə çevrilir ki, başqa formada bitir. Allah Teala buyurur ki, "Tilkəd-darul axiratu nec'aluha lillezina la yuriduna uluvan fil ardı və la fasada vel aqibatu lil muttaqin." Axirət diyarını biz yalnız o kəslər üçün edərik ki, onlar yer üzərində ağalıq istəməzlər, fəsad törətmək istəməzlər və gözəl aqibət müttəqilərindir. Hətta bu barədə Əli radiyallahu anhdan bir söz var, deyir ki, yəni bir insan ki, ayaqqabısının bağının başqasının ayaqqabısının bağından üstün olduğuna görə bir növ öyünərsə, yəni o insan yer üzərində üstünlük, ağalıq istəyənlərdən sayılır. Yəni görün bir insan evi ilə öyünürsə, maşını ilə və digər əşyaları ilə özündə daha yaxşısı olduğuna görə öz nəfsi ilə xoşal olarsa, yəni o insan ağalıq istəyənlərdən sayılır və axirət diyarı onlara aid deyildir. Allah Teala axirət diyarını yer üzərində ağalıq, üstünlük istəməyənlərə, fəsad törətməyənlərə aid edirik. Və Allah Teala bizə ixlası gerçəkləşdirməyi əmr etmişdir. Allah Teala öz kitabında buyurur: "Təbarəkəllazi biyedihil mulk və huve ala kulli şeyin qadir." Mülk, kainat əlində olan Allah Teala ucadır. O hər şeyə qadirdir. "Əllezî xalaqal mevte vel hayate liyebluvekum eyyukum ahsanu amela." Ölümü və həyatı yaradan Allah sizin hansınızın daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yaratmışdır. Yəni ölümün və həyatın yaradılmasından məqsəd insanın imtahana çəkilməsidir. Hansı daha gözəl əməl edir? Baxın burada Allah Teala demədi ki, sizin hansınız daha çox əməl edir demədi. Və yaxud hansınız daha sürətli əməl edir demədi. Hansınız daha gözəl. Yəni Allah Teala'nın bizdən istədiyi əməlin gözəl olmasıdır. Əməlin də gözəl olması, ixlaslı olması ilə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olması ilə olur. Yəni kim əməlində ixlaslı olarsa və Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna tabi olarsa, əməllərində bidətə yol verməzsə, o muhsin sayılır. Əməlini gözəl şəkildə yerinə yetirənlərdən sayılır. Fudayl ibn İyad rahimehullah deyir ki, "Əhsənu amələ" o deməkdir ki, "Axlasu və asvabuhu." Daha xalis olan, təmiz olan və daha doğru olandır. Və soruşurlar ki, xalis və doğru nədir? Deyir ki, əgər xalis olarsa və doğru olmazsa qəbul olmaz. Və yaxud doğru olarsa, xalis olmasa qəbul olmaz. Yəni doğru olması, yəni xalis olması Allah üçün olmasıdır. Doğru olması isə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olması ilə olur. Və Allah Teala buyurur: "Fəmən kânə yarcu liqa'a rabbih fəliy'aməl amalan salihan və la yushrik bi'ibadati rabbih ahada." Yəni kim Rəbbi ilə görüşəcəyini ümid bəsləyirsə, salih əməl etsin və ona ibadətdə, Rəbbinə ibadətdə heç kəs ona şərik qoşmasın. Bu ayələr onu bildirir ki, insan əməlində əməllərin qəbul şərti olan ixlas və sünnəyə diqqət yetirsin. Həm ixlaslı olsun və həmçinin dində yeniliklərə yol verməsin. Yəni sonradan çıxan əməllər etməsin, bidətlərə yol verməsin. Yəni bidətlər deyildiyi zaman nəzərdə tutulan dini məsələlərdə olur. Yəni bəzi insanlar deyirlər ki, bəs sonradan miniklər çıxıb, o vaxt miniklər yox idi, təyyarələr var, onda bu bidətdir. Yəni bu bidətə aid deyil. Yəni ola bilər dünya bidətlərdir, amma qadağan olunan dini tərəfdən olandır.
Amma dünyavi tərəfdən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Entum a'lam bi umuri dunyakum." Siz dünyavi işlərinizi daha yaxşı bilirsiniz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən bənə məscidən lillah, yəbtəği bihi vəchallah, bənəllahu ləhu beytən fil cənnə." Yəni kim Allah üçün bir məscid tikərsə, bununla məqsəd Allah rizası olarsa və Allah Teala onun üçün cənnətdə ev tikər. Və digər hədisdə buyurur ki, "İnnəkə lən tunfiqa nəfəqətən təbtəği biha vəchallah illə ucirtə aleyh həttə luqmə təcəluha fi imraatik." Sən Allah üçün, Allahın rizası üçün bir şey xərclədiyin zaman ona sənin üçün savab vardır. Hətta yoldaşının ağzına qoyduğun loxmada da savab qazanırsan. Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari Müslimdə keçən hədisdə Əbu Məsuddən "Nəfəqatur rəculi alə əhli yəhtəsibu və hiyə ləhu sadaqa." Yəni bir insanın ailəsinə xərclədiyi, savab umaraq xərclədiyi onun üçün sədəqə sayılır. Sədəqə sayılır. İnsan gündəlik ev üçün xərcləyir. Amma niyyəti savab umaraq olarsa, onun üçün sədəqə sayılır. Ona buna görə də insan əməllərində ixlaslı olmağa çalışmalı və savab gözləməlidir. Və bu da əməlin qəbul olma səbəbi sayılır. Və həmçinin bununla insan Allahın cənnətinə çatmış olur. Və həmçinin insanı ixlaslı edən ən böyük səbəblərdən də biri insanda iman olmalıdır ki, zərər və mənfəət Allahın əlindədir. Zərər və mənfəət Allahın əlindədir. Yəni müsəlman ixlası gerçəkləşdirməz əgər o insanlardan mənfəət gözləyirsə. Və həmçinin insan ixlası gerçəkləşdirmək əgər insanlar tərəfindən zərərdən qorxursa. Əgər insan istəyirsə ki, Allah Teala onun ixlaslı olmağına yardım etsin, yəqin olaraq bilməlidir ki, mənfəət də, zərər də Allahdandır. Və ən ya'ləmə ənəhu lən yəxfidahu əhədun illallah. Və bilməlidir ki, Allahdan başqa heç kəs onu alçalda bilməz. Və heç kəs onu qaldıra bilməz. Qaldırmaq Allah Teala tərəfindən. Ona görə Allah Teala buyurur ki, "Qulillahumma malikal mulk." De ki, Allahım, mülkün sahibi. Tu'til mulke men teşə. Sən mülkü istədiyinə bəxş edirsən. Və tenzi'ul mulke mimmen teşə. Və mülkü istədiyindən alırsan. Və tu'izzu men teşə'u və tudillu men teşə. Və sən istədiyini izzətləndirir, istədiyini alçaldırsan. Biyədikəl xeyr, xeyir sənin əlindədir. İnnəkə alə kulli şeyin qadir. Sən hər şeyə qadirsən. Deməli, əmr Allahın əlindədir, Allaha aiddir və odur işləri idarə edən. Qul innəl amra kullahu lillah. De ki, işlərin hamısı Allaha aiddir. Allah Teala bir şeyin olmasını istəyərsə, onu ol deməklə o dərhal olur. Kun fəyəkun. Kun ol deməkdir, fəyəkun dərhal olur. Yəni insanın Allah qatında hər hansı bir dərəcəyə çatması Allaha itaətlə olur, ixlası ilə olur. Leysə ləkə mənzili indən nəs və lən tənəl mərtəbə indəl xalqi illə idə aradallahu ləkə. Və həmçinin sənin insanlar yanında hər hansı bir dərəcəyə çatmağın və həmçinin hər hansı bir nailiyyət əldə etməyin Allah Teala'nın sənin üçün onu istəməsi ilə olur. Çünki verən də, qarşısına alan da Allah Teala'dır. Allahümmə la məniyə limə atayt. Allahım, sənin verdiyinin qarşısını kimsə ala bilməz. Və la mu'tiyə limə mənə. Və sənin qarşısına aldığını kimsə verə bilməz. Necə ki Allah Teala buyurur: "Mə yəftəhilləhu linnəs min rəhmətin fələ mumsikə ləh." Yəni insanda belə əqidə olarsa, ixlas yaranır. Və bəzən insan elə qorxur ki, kimsə onu alçaldar və ona görə insanlardan nəsə gözləyir. Amma bilmir ki, insanın ucalması da, alçalması da Allahın əlindədir. Allah Teala insanlara bir rəhmət qapısını açarsa, onu bağlayan olmaz. Və mə yumsik, Allah Teala onu bağlayarsa, fələ mursilə ləhu min bə'd. Allahdan sonra heç kimsə onu aça bilməz. Və huvəl azizul hakim, o yenilməz qüvvət və hikmət sahibidir. Xeyrin hamısı Allah Teala'nın əlindədir. Əta edən də odur və qarşısını alan da odur. Ruzini yayan da, açan da, bəxş edən də odur. İstədiyini Allah Teala ruzini genişləndirir və istədiyini ruzini daraldır. Bu da hikməti ilədir, elmi ilədir.
Və buna görə sən əcri və savabı öz əməllərində Allahdan gözlə, insanlardan gözləmə. Çünki verən də qarşısını alan da odur. Və buna görə müsəlmana vacibdir ki, bu işə yəqin olsun. İnsanlar əlində heç nə yoxdur. Və la cəza və la yurid minhum şükran. Ona görə insanlardan nə mükafat, nə də təşəkkür gözləməməlidir. Yəni insanların qəlblərini də ram edən Allah Teala'dır. Çünki insanların qəlbləri Allahın barmaqlarından iki barmaq arasındadır. İstədiyi kimi çevirir. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Fəaleykə eyyuhəl abd ən təbtəği ridvanallah. Buna görə sən Allahın rizasını qazanmağa çalış. Aşir radiyallahu anh deyir ki, mən iltəməsə ridan nəs bisəxatillah. Kim Allahı qəzəbləndirərək insanların razılığını axtararsa, səxitallahu aleyhi. Allahın ona qəzəbi tutar və əsxata aleyhinnəs və insanların da ona qəzəbini tutdurar. Və mən iltəməsə ridallah bisəxatillah. Və kim Allahın razılığını qazanarsa, insanlar qəzəblənsə belə, Allah ondan razı qalar və sonra elə edər ki, insanlar da ondan razı düşər. Və buna görə sənin əsas məqsədin, himmən, istəyin bu olmalı. Bu böyük məqsəd Allahı razı salmaq. Və sənin niyyətin insanları razı salmaq olmalı deyildir. Və yaxud da insanlar tərəfindən hər hansı bir tərif qazanmaq və yaxud da mükafat əldə etmək insanlar tərəfindən onlar sənə bir fayda verə bilməzlər və zərər də verə bilməzlər. İşin hamısı Allahın əlindədir, Allaha aiddir və buna görə də bu böyük səbəblərdənsə bunu bilməsi, bunu yəqin olaraq, etiqad etməsi ixlası əldə etməsinə səbəbdir. Və həmçinin insanın dünyaya bağlanmaması da buna səbəbdir. Və zuhd anid-dünya əlləti fi əydin-nəs. Yəni insanların əlində olan dünyaya insanın gözü dikməməsi. Fəliyəkun insan muhaqqiqən li hədəl amr azim. Yəni bu böyük məqsədi insan gerçəkləşdirməli. Yəni dünyaya bağlanmaması, insanların əlində olana göz dikməməsi. Fəədə yaqta aleyhi tama' mimma fi əydihim. Belə olanda artıq onların əlində olan insan göz dikmir və bu da onun ixlaslı olmasına səbəb olur. Fələ ya'malu amalan yuridu bihi minan-nasi dunya və əməl etdiyi zaman insanlardan dünya məqsədi ilə insanlar üçün əməl etmir. Və yaxud da şan-şöhrət üçün əməl etmir. Və la yuridu bihi minan-nas və yaxud da insanlardan hər hansı bir dərəcə, vəzifə gözləmir. Salih əməlləri ilə mükafat gözləyir Allahdan. Və mən ca'alə dunya həmmə. Amma kimdir dünyanın əsas dərdi edərsə və bu onu ixlasdan çevirər, onu riyaya düşürər və onu dünya sevgisinə düşürər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Tə'isə abdud dinar, tə'isə abdud dirham. Dinarın qulu, dirhəmin qulu bədbəxt olsun. İpəyin, məxmərin qulu bədbəxt olsun. Bədbəxt olsun, təpəsi aşağı düşsün və idə şirkə fələn təqaş və ayağına batan tikan belə çıxmasın. Tubə li abdin axidin bi anani farasi fi səbillah. Xoş halına o insanın ki, Allah yolunda atın yüyənindən tutub. İn kânə fil hirasəti kânə fil hirasə. Əgər onu keşiyə qoyurlarsa, keşikdə orada durar. Və in kânə fis səqa kânə fis səqa. Əgər bunu qoşunda, öndə, arxada, hansı tərəfdə qoyursa, onun işi əmrə tabe olmaqdır. Yəni mənası odur ki, bu insan ixlaslıdır. Hər bir işi Allah üçün edir. Hansı Allah yolunda hansı işə təyin olunmasına baxmayaraq. İstəyir onu keşiyə qoyulsun və yaxud da qoşunda arxada qoysunlar və yaxud da qoşunun önünə qoyulsunlar. Çünki bütün bunların hamısı Allah üçündür. Məhəl qoymur. Və in vudiya hatta fil hiras. Hətta onu keşikdə də qoyulsalar. Fəhədə huve amel muxlis. Yəni ixlaslı insan belədir. Ya'malu a'malu yuridu biha thawab. Əməlləri etdiyi zaman Allahdan mükafat gözləyir. İnsanların qınağına və yaxud tərifinə məhəl qoymur və insanlardan tərif də gözləmir. Və yaxud da insanların məzəmmətindən də narahat olmur. Çünki onun məqsədi Allah'a razı olmaqdır. Vaxad asabə sünnətə Rasulullah. Çünki sünnə üzərindədir. Əgər sən ixlaslı olduğun zaman və sünnəyə isabət etdiyin zaman Allah həmd et və insanlardan heç nə gözləmə. Hətta onlar səni qınasalar belə və yaxud tərifləsələr belə. İdə kunta qad vafaqtal haqq. Nə qədər ki, sən haqqa müvafiqsən. İxlasınla, sünnəyə tabe olmağınla və Allah Teala sənə bunu əmr etmişdir. Və Allah Teala'nın da əmr etdiyin sən bununla gerçəkləşdirirsən. Və həmçinin insanın ən böyük səbəblərdən də biri ixlaslı olmaq üçün, ixlası əldə etmək üçün insanın ölümü xatırlamasıdır. Və xatırlamasıdır ki, insan bu dünyanı tərk edəcək etdiyi əməllərlə.
Lən yəxudə ma'hu min tənəin nəs. Özü ilə bərabər insanların tərifini aparmayacaqdır. Özü ilə bərabər dünyanı aparmayacaqdır. Və özü ilə bərabər digər vəzifə, şan, şöhrəti apara bilməyəcəkdir. Dünyadan heç nə aparmayacaqdır. O apardığı yalnız Allah üçün etdiyi əməllər olacaqdır. İnsan bunu bilərsə, ixlaslı olmasına səbəb olur. Allah Teala buyurur: "Yevme la yenfa'u malun ve la banun illa men atallaha bi qalbin səlim." O gün insan nə mal dövləti, nə oğul uşağı fayda verər, yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. "Və ma yughni anhu maluhu iza tarad." O həlak olduğu zaman onun malı ona heç bir fayda verməyəcəkdir. "Ma yughni anka illa amalun salih." Sənə fayda verən Allah üçün etdiyin salih əməl olacaqdır. Çünki insan öldüyü zaman onu ailəsi, malı və əməli təqib edir, arxasınca gəlir. Ailəsi qalır, qayıdır, malı qayıdır və yalnız onunla bərabər əməli qalır. Və sən xatırla ki, düşün ki, sən bu dünyanı tərk edəcəksən və özünlə bərabər heç nə aparmayacaqsan. Özünlə bərabər apardığın yalnız ixlaslı etdiyin salih əməllərdir. Allahdan savab umaraq, Allahın rizasını gözləyərək. Və budur səni götürəcəyin, səni Allahın əzabından qoruyan. Ya eyyuhəl insan innəkə kədihun ilə rabbikə kədhən fəmulaqi. Ey insan, sən Rəbbinə qarşı çalışıb çabalayırsan və onunla görüşəcəksən. Yəni salih əməllərlə qarşılaşacaqsan və onda o gün sən sevinəcəksən. Əgər o əməllər riya üzərində olubsa, ixlas üzərində olmayıbsa, onlar havada uçan toza döndəriləcəkdir. Və həmçinin İxlası gerçəkləşdirən ən böyük səbəblərdən də biri insanın dua etməsidir. Rəbbindən ixlaslı olmağı istəməsidir. İxlasa müvəffəq olmasını istəməsidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dualarından birində keçir ki, Allahümmə ec'alni ləkə şəkkara, ləkə zəkkara, ləkə rəhabə, ləkə mitva, ileykə muxlisan, Allahə munibə. Allahım, məni sənə çox şükür edənlərdən, səni çox zikr edənlərdən, səndən qorxanlardan et. Sənə boyun əyənlərdən və sənə ixlaslı olanlardan et. Və sənə tərəf tövbə edib dönənlərdən et. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən ixlas istəyərdi. Və biz isə bunu istəməyə daha haqlıyıq. Yəni, çünki daha çox ehtiyacımız var. Və buna görə nəfsimizə qarşı vuruşmalı və dua etməli ki, Allah Teala ixlasa müvəffəq eləsin. Əgər insan əməlləri etdiyi zaman buna fikir verməzsə, əgər riya üzərində olarsa, uduzanlardan olar. Allah qorusun. Allah Teala buyurur: "Qul innel xasirinellezine xasiru anfusahum ve ahlihim yevmel qiyame ala zalika huvel xusranul mubin." De ki, o kəslər ki, özlərini və ailələrini uduzublar qiyamət günü, əsl xusran, açıq aydın ziyana uğramaqda budur. Və həmçinin ixlasın səbəblərindən biri də odur ki, insan xatırlamalıdır ki, Allah Teala ixlaslı olanlar üçün cənnətləri və dərəcələri vəd vermişdir. Kim Allahı, axirət diyarını istəyərsə. Allah Teala buyurur: "Əmmə mən xafə məqamə rabbiyə." Kim Rəbbinin qarşısında duracaq andan qorxarsa, və nəhən nəfsə anil hava, nəfsini havasından çəkindirərsə, fə innəl cənnətə hiyəl məvva. Cənnət onun düşəcəyi yer olacaqdır. Və limən xafə məqamə rabbihi cənnətən. Rəbbinin huzurunda duracaq andan qorxan üçün 2 cənnət vardır. Deməli, bunları bilmək həqiqətən insanı ixlaslı olmağa müvəffəq edir. Yəni, bu mükafatlar ixlaslı olan üçündür. Yəni, kim bunu gerçəkləşdirərsə, muraqabəni, yəni özünü Allahın nəzarətində hiss etmək və bu da ixlasın səbəblərindən sayılır. Ona görə insan əgər əməllərində özünü Allahın huzurunda, Allahın nəzarətində hiss edərsə, Allah Teala o insanı salih əməllərə müvəffəq edir, çalışmağa müvəffəq edir və etdiyi əməllərdə insanlardan qorxmur, insanlardan nəsə gözləmir və etdiyi əməllərdə mükafatı yalnız Allahdan gözləyir.